3 dekabr Beynəlxalq Əlillər Gününün qeyd edilməsi çərçivəsində Sumqayıt Şəhər Heydər Əliyev mərkəzində gənc rəssam Xədicə Səlimlinin təşkilatçılığı ilə Ümidlə Çiçəklənən Uşaqlar adlı sosial motivasiya yönümlü tədbir keçirilib. Tədbirdə millət vəkili Müşfiq Məmmədli, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətən uğrunda qəhrəmancasına şəhid olmuş igidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Layihənin əsas məqsədi sosial kateqoriyadan olan uşaqlara mənəvi dəstək göstərmək, onların yaradıcılıq potensialını üzə çıxarmaq, özünə inamlarını artırmaq və motivasiya dolu bir mühit yaratmaq olub. Bugünkü tədbir onu göstərir ki, kifayət qədər bacarıqları, kifayət qədər istedadı olan uşaqlarımız, gənclərimiz var ki, onların bu bacarıqlarının qiymətləndirilməsi üçün cəmiyyət inklüzivliyi təbliğ etməlidir və hər kəs bu işdə əməli fəaliyyət göstərməlidir. Biz indi Xədicə qızımızın təşəbbüsü ilə təşkil olunmuş bu tədbir əslində onun qabiliyyəti timsalında digər uşaqlarımızın da qabiliyyətinin aşkara çıxarılması üçün hər birimizin çalışması baxımından önəmlidir. Gənc rəssam Xədicə Səlimli tədbirin təşkilində yüksək peşəkarlıq və humanist yanaşma nümayiş etdirib. İştirakçılar Xədicə Səlimlinin fəaliyyətini yüksək qiymətləndiriblər. Bugünkü tədbirimiz çox yüksək səviyyədə təşkil olunubdur. Bu tədbirin təşkilatçılığına görə Günel xanıma, Xavər müəlliməyə təşəkkür edirik. Bugün Xədicə balamızın bu cür əl qabiliyyətini görüb hamımız doğrudan da çox təəccübləndik. Baxmayaraq ki, həssas qruplara aid olan balamızdır, ancaq onun gördüyü işlər həqiqətən də çox mükəmməl və gözəldir. Bizim balacamız olan Xədicə xanımın əlillərə keçirdiyi tədbirdə mənim tələbələrim də iştirak eləyir. İnklüziv uşaqlar, Down sindromlu uşaqlar, əlil arabasında gələn uşaqlarla təşkil olunmuşdur. Tədbirimiz bu məqsədlə keçirilir. Onların əl işləri, çəkdiyi rəsmlər nümayiş olunur. Proqram çərçivəsində uşaqlar üçün motivasiya xarakterli çıxışlar olub, müxtəlif yaradıcılıq tapşırıqları təqdim edilib və interaktiv musiqili hissələr təşkil olunub. Tədbirin ən təsirli və yadda qalan məqamlarından biri xüsusi hazırlanmış arzu ağacı olub. Uşaqlara verilən kartlara hər biri öz arzusunu yazıb ağaca asıb. Bu, onların gələcək hədəflərinə daha çox bağlanmasına və özlərinə inam hissinin güclənməsinə böyük motivasiya verir. Ümid edirəm ki, bu tədbir hər kəs üçün xoş keçmişdir. Burada tədbirimizin məqsədi fərqlilikləri olan gənclərimizlə bir yerdə vaxt keçirmək, onların fikrini yayındırmaq, cəmiyyətlə daha da yaxın etməyə çalışmışıq. Ümid edirəm ki, hamısı üçün xoş olar. Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub. 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunan bu tədbir uşaqlara həm motivasiya, həm də unudulmaz emosiyalar yaşadaraq onların sosial inteqrasiyasına töhfə verib. Şəmsistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.